dəyərli izləyicilər, biləsiniz ki, artıq Türk Dövlətləri Təşkilatının Qəbələdə keçiriləcək bu tədbirində və indi onunla bağlı xəbərlər gəlməkdədir və baş katibi Kuban İçbeç Ömür Aliyevi İlham Əliyev qəbul edib və tədbirdə başlayır və böyük bir, əslində bir şölən də deməyim, amma böyük bir həm də əzələ nümayişi sayılır. Adəti üzrə bu cür demək tədbirlərdən dərhal sonra başda Putin olmaqla, Avropa Birliyi olmaqla Azərbaycanın və Türk dövlətlərinin üzərində bir hücuma keçirlər. Biz isə bununla həm də dünyaya böyük bir mesaj vermiş oluruq Azərbaycanda keçirilən bu tədbirlə. Bu necə bir əks-səda doğura bilər fikrinizcə? Əvvəla bir şey qeyd edeyim ki, bu regionlarda hansı tədbir keçirilirsə, bəlkə də mən ən çox sevindiyim hal budur. Məsələn, Naxçıvanda, Gəncədə MDB, Qəbələdə, Xankəndində artıq Bakıdan bu tədbirləri köçürmək lazımdır. Tədricən Formula 1-i də köçürmək lazımdır Gəncəyə, başqa yerlərə. Yəni bu artıq regionlara Azərbaycan Bakıdan ibarət bir ölkə olmaqdan çıxmalıdır. Qəbələdə də bu tədbirin keçirilməsi çox sevindiricidir. Bölgənin tanıtımı baxımından və bu həm də bir türk inteqrasiyası üçün çox önəmli addımdır. Yəni artıq bunun bir siyasi oluşumdan tədricən iqtisadi bir mexanizmə çevrilməsi, bir güc mərkəzinə çevrilməsi perspektivi bu tədbirlərdə müzakirə olunur. Və hesab edirəm ki, bu birlikdəlik həm də ayrı-ayrı Türk Cümhuriyyətlərinin dövlət başçılarının daha səmimi, daha bir-birinə yaxın bir vizyon izləməsinə kömək eləyir. Məsələn, bəlkə də hardasa bir özünü təcridə olunmuş, neytralam, mən heç nəyə qarışmıram deyən ölkələr belə biraz o çoxluğu ortamı görəndə cəsarətlənirlər. Biraz daha fikirləşirlər ki, hə, məsələn, bu ilk dəfə Türkiyə-Azərbaycan bunu daha çox göstərirdi. İndi artıq, məsələn, Özbəkistan, Qazaxıstanın burada aktiv boy verməsi, Qırğızstanın boy verməsi olduqca sevindiricidir. Türkmənistan da bu prosesdə son illərdə görürsən ki, daha intensiv yer alması bu birliyin gücünü göstərmə, bu birliyin gələcək perspektivlə bağlı, gələcəkdə dünya siyasətində təsir gücünü artırmaqla bağlı böyük işlər görəcəyini ümid yaradır. Və burada da öncüllüyü Azərbaycan prezidentinin etməsi, bəzən hətta bizə qəribə gəlir, biz biraz bu millətçi sistemdən çıxmış, düşüncədən çıxmış bir insanlar 80-ci illərdən, məsələn, bu qədər bu türk birliyinə, hətta bugün Türkiyədə də o müzakirə olunur ki, bizim davamız nədir? Bizim davamız türk birliyi üzərinə yönələn davadır. Bu artıq bu yaxın şərqdəki fərqli davalarda bu qədər həssaslıq bizi doğru istiqamətimizdən yayındıra bilir. Və Azərbaycan əslində bu türk birliyi modelinə, xüsusilə də İlham Əliyevin buna xüsusi önəm verməsi Azərbaycanın əslində Türkiyədən də bir addım öndə olduğunu göstərir. Yəni bu sevindiricidir ki, bu vizyonda biz əsas kilit rolunu oynayan ölkə kimi çıxış edirik. Öncülüyü biz ələ alırıq, doğru.